Salam dostlar, hər vaxtınız xeyir olsun. Növbəti testimizin izahına keçək. Tələffüzü verilmiş hansı sözləri həm isim, həm də feil kimi işlətmək olar. 7 sözün tələffüzünü vermişik. Birinci sözümüz güldü sözüdür və yaxud güldür sözüdür. Bilirsiniz ki, üçüncü şəxsin təkində xəbərli şəkilçisi tələffüz olunarkən ikinci samitini itirir. Bu birinci sözü gül sözünü güldü mənasında, o güldü mənasında işlədərik, feil olar. Bir də güldür, çiçəkdir mənasında isim kimi işlədə bilirik. Testimizin cavabının biri birinci sözdür. İkinci söz al sözüdür. Aldı, kitab aldı, dəftər aldı, qələm aldı. Bir də aldır, qırmızıdır mənasında. Bu da sifət olacaq. Ona görə ikini cavab olaraq götürə bilmirik. Üçüncü söz itdi sözüdür və yaxud ittir sözüdür. İtdi nə etdi? İtdi feil. Bir də itdir. Pişikdir bu mənada. İsim olaraq götürə bilirik. Ona görə ikinci sözümüz itdi sözüdür. Dördüncü sözü yağ sözüdür və yaxud yağmaq feilidir. Yağış yağdı feil. Bir də yağdır mənasında isim. Dördüncü sözü götürürük. Bol sözü sifətdir. Demək, boldur, çoxdur mənasında işlənir. Bu sözə sifət də sayda deyənlər var. Sifətdir deyək. Bir də boldur sözü feil kimi işlədə bilmirik. Ona görə 5-ci sözü götürmürük. 6-cı söz az sözü feil ola bilər, sifət say ola bilər. Azdır, nə qədərdir, azdır. Say kimi işlənər. Bir də azdır, yolunu azdır. Bu şəkildə götürərik. 6-cı sözü də cavab olaraq götürə bilmirik, çünki isim kimi işlənmir. 7-ci sözü götürə bilirik, bez, parça mənasında. Bu həmin bezdir, həmin parçadır mənasında xəbərli şəkilçisi samitini itirib. Bir də gözləməkdən bezdi, nə etdi, bezdi. Ona görə də testimizin cavabı 1, 3, 4 və 7.